Salam dostlar, bu videomuzda biz baxırıq informatika olimpiyadasının rayon şəhər mərhələsi adlandırdığımız birinci mərhələsinin suallarına. Birinci sualımız ondan ibarətdir ki, Muradın oyunu. Deyir ki, 5 dənə kartı var Muradın. Bu kartlardan ikisini ya da üçünü çıxartmalıdır. Yerdə qalan kartların cəmi minimum olmalıdır. İkisini və yaxud da üçünü o şərtlə çıxara bilər ki, onların qiymətləri eyni olsun. Yəni, yalnız bunu bir dəfə edə bilər. Məsələn, burada cəmi minimum saxlamaq üçün 2 dənə 7-ni çıxarır və 26 əldə edir. Əslində, burada 2 dənə 3-ü də çıxara bilərdi, amma onda cəm daha böyük qalacaqdı. Cəmi mümkün qədər minimallaşdırmalıyıq. Məsələn, burada bərabər olan kartlar yoxdur, ona görə heç birini çıxara bilmirik. Burada bərabər olan 2 dənə də var, 3 dənə də var, yəni şərtə görə. Təbii ki, burada 3 dənəsini çıxarıb, cəmi minimallaşdırıb 20 saxlayırıq. Məsələnin həlli sadə implementasiyadır. Yəni, burada gəlin baxaq. Deməli, burada ümumiyyətlə mövcud siyahıdakı halların hamısına baxa bilərdik, amma işimizi asanlaşdırmaq üçün siyahını sıralaya bilərdik. Çünki siyahını sıralasaq, siyahı sıralanır. Siyahı ümumiyyətlə sıralananda axtarış hər zaman asanlaşır. Həm sürətlənir, həm də asanlaşır. Yəni, biz bunu sıralama alqoritmlərini keçəndə dəfələrlə qeyd eləmişik. Siyahı sıralanır, 5 dənə ədəddir, 5 dənə 5 elementli massiv vektor götürmək olardı bir list şəklində. Ondan sonra bizdə hansı vəziyyətlər ola bilər? Məsələn, ilk ikisi bərabər ola bilər. Yanaşı gələnlər, eyni qiymətə malik olan elementlər həmişə yanaşı gəlir sıralananda. Digərləri müxtəlif ola bilərdi. Başqa hansı vəziyyətlər var? Gəlin baxaq. Məsələn, x bu vəziyyətlər var. 3 dənəsi. Sonra var x, bc, x, bc vəziyyəti var. Sonra son burada 3 dənə, 2 dənə və son 3 dənə, ardasa 7 dənə vəziyyət çıxacaq burada. A, B, məsələn, x, A, B, x, C və nəhayət A, B, C, x. Bəli, 7 dənə vəziyyət çıxır. Bu vəziyyətləri nəzərdən keçiririk. Öncədən burada biz götürürük bir dənə cəm və o cəmdən haradakı ədədləri çıxardırıq, yəni kartları çıxarırıq. Onda cəmdən həmin kartların sayını çıxırıq və minimumlaşdırmağa çalışırıq. Həmin şərtlər, məsələn, 0 bərabədir, A0 A2-yə bərabərdir, hansı şərtdir? Deyə bilərik ki, məsələn, bu şərt A0 A2-yə bərabərsə, onda 3 dənə A0 çıxarıb yerdə bunu saxlamalıyıq. Və yaxud da A1 bərabədir A2 şərti, A1 bərabədir A2, baxın bu şərtdir, A1 bərabədir A2. Yerdə qalanları saxlayırıq, 2 dənə A1 çıxarırıq şərtdən, cəmdən. Və ən sonda da cəmi çıxışa veririk. Bu şəkildə sadə iflər qurmaqla məsələni həll etmək mümkündür. Bəli, bunun alternativ həlli də ola bilərdi. Məsələn, dövr qrup da baxmaq olardı. Düşünürəm ki, yəqin ki, yazanlar var belə də. Növbəti tapşırığımıza keçək. Telefon nömrəsi maraqlı tapşırıqdır. Telefon nömrəsində deyir ki, yeni telefon nömrəsi odur ki, 4 rəqəmi ilə başlamalıdır və minimum 9 rəqəmli olmalıdır. 4 rəqəmlə başlayıb minimum 9 rəqəmli. Sadə bir şərti var. Məsələnin alt tapşırıqları da var. Məsələn, 30 bal çox asanlıqla əldə etmək olardı. Ki, məsələn, hamısı 4 rəqəmlərdən ibarətdə, onda sətrin, yəni uzunluğu 9-dan böyük bərabərsə, onda cavab yes-dir. Əks halda nə odur? Ancaq 4 rəqəmləri, yəni 100% orada 4 var. Və hamısı da 4 olduğu üçün artıq o 4-ün harada yerləşdiyi bizə maraqlı deyil. Ona görə sadəcə uzunluğu yoxlayırıq. Amma digər halda, yəni belə yazaq da, onda 30 bal n böyükdür, bərabərdir 9 olarsa. Yes, əks halda no.
100 balı necə əldə edə bilərik? 100 bal 4-ün indeksini tapırıq. 4-ün ilk indeksini tapırıq. Burada greedy yanaşması da ona görə edirik ki, yəni ilk 4-ü tapmaqdan biz 9 rəqəmlini düzəltmə ehtimalımız daha yüksəkdir. Yəni ilk 4-ü tapsaq 4-dən sonra simvol daha çox qalır axı əlimizdə. Ona görə 4-ün ilk indeksini tapırıq. Məsələn, IDX indeks adını verək. Əgər tapılıbsa və n çıxılsın indeks, bu deməkdir ki, 4-ün özü daxil olmaqla ondan sonra 9-dan böyük bərabər sayda simvol varsa cavab yesdir. Bəli, bu 100 balı əldə etmək bu şəkildə mümkündür. Gəlin baxaq. $30 ballıq həlli 9-dan böyük bərabərsə yes, əks halda no. 100 ballıq həlli indeksi -1 ona görə götürürük ki, ola bilər ki, orada 4 olmasın. Yəni 4 olmasa, onsuz da biz o telefon nömrəsini düzəldə bilmirik. Mütləq 4 olmalıdır. Ona görə biz 4-ü tapan kimi dayandırırıq. İlk 4-ü tapırıq və tapılıbsa bundan sonra özü də daxil olmaqla 9 dənə rəqəm varsa cavab yes olur, əks halda no olur. Növbəti pizzaların bölməsi sadə cəbri əməliyyatla yerinə yetirilə bilən, bəlkə də ən asan məsələ idi. Yəni sualların içərisində ən sadəsi bu idi, mən deyərdim. Deyir ki, n nəfər arasında n nəfər var. Toplam dilim sayıdakı bəllidir ki, m dənə pizza var, k dənə dilim varsa, o da m vurulsun k dənə pizza dilimi var. Və bizdən tələb elədiyi odur ki, mümkün qədər pizzaları ədalətli bölməliyik. Bu deməkdir ki, hər kəsə eyni sayda verməyə çalışırıq biz pizzanı. Hər kəsə eyni sayda vermək. Məsələn, tutaq ki, n 4 nəfərdir. 3 dənə pizza və hər pizzada 4 dilim var. 5 dilim olsun. 5 dilim var. Bu zaman toplam nə qədər olur? 3 vurulsun 5, 15 dilim. Onda 15 dilimi biz 4 nəfər arasında ədalətli bölməyə çalışırıq. Dedik ki, 15-i bölək 4-ə neçə düşür? 3 dəfə. Onda hər kəsə 3 dilim pizza veririk 4 nəfərə. Amma yerdə dilimlər qalır. Və məsələnin şərtində deyir ki, hər kəsin alacağı minimum dilim sayı onsuz da 3-dür. Maksimum dilim sayı nə deməkdir? Yəni yerdə qalanları bölüşdürdükdə, amma ədalətli bölüşdürdükdə o deməkdir ki, yəni 3 dənə dilim qalırsa, onda biz hərəsinə yenə 1-1-1 verib, yəni burada maksimum fərqi bir vahid saxlaya bilərik. Yəni məsələn 4, 4, 4, sonra da 3. Bu şəkildə bölürük. Onda belə çıxır ki, bizim cavabımız tam bölünürsə, onda elə cavab odur, minimum da odur, maksimum da odur. Tam bölünürsə. Əks halda minimum yenə qalır yerində, amma maksimum plus 1-dir. Bir vahid üzərinə gəlirik. Bu qədər sadə məsələnin həlli. Alt tapşırıqlar yoxdur onsuz da. Hər bir testə görə qiymətləndirilir. Ki, yəni yazılan həldən maksimum bal əldə etmək mümkündür, düşünürəm ki. Baxın, deməli, böldük, minimumu tapdıq, ondan sonra minimum istənilən halda budur. Maksimum sadəcə hesabladıqdan sonra əgər tam bölünmürsə üzərinə 1 gəlirik və məsələni həll etmiş oluruq. Növbəti informatika yarışı deyir ki, yeni bir yarışdır, ancaq 2 nəfər yarışır. Maksimum neçə yarış keçirilə bilər? N iştirakçı varsa. Və hər iştirakçı deyir ki, yalnız bir iştirakçı ilə yalnız bir dəfə görüşə bilər. Baxın, burada şərtləri verir. 2 nəfər arasında olur, yalnız bir dəfə bir-biri ilə yarışa bilərlər. Yəni, məsələn, deyək ki, Ayxan Salihlə yarışırsa, yəni bir dəfə görüşürlər. İkinci görüş olmur. Məsələnin nümunələrinə baxanda əslində həllə daha da yaxınlaşmaq olur. 40 ballıq da var,
60 ballıq da var. Gəlin baxaq, burada test case 1000 dənədir. Burada da 10.000 dənə iştirakçı ola bilər. 1000 vurulsun 10.000 göstərilən bu saniyəni aşmayacaq. Amma bunu aşacaq. Yəni 0.3 saniyəni T vurulsun 10 + 6 aşır. Onun üçün də qısa bir həll tapacaq. Gəlin baxaq. Ümumiyyətlə bu məsələdə biz necə yanaşırıq? Deyirik ki, bir nəfər yarışmalıdır neçə nəfərlə? Yerdə qalır n-1 nəfər. Əgər toplamda n nəfər iştirakçı var, bir nəfər n-1 nəfərlə yarışır. Yəni oyun keçirəcək, yarış keçirəcək. İkinci adam, yəni bu birinci adamdır, bu ikinci adam artıq n-1 keçirmir. Çünki n-1 keçirsə, onda ikinci adam birinci adamla yenə görüşür. Bir dəfə görüşməlidir axı. Bundan sonra yerdə qalan olur bizdə n-2 nəfərlə görüş keçirir. Və bu şəkildə fikir verirsiniz, ən axırıncı n-1-ci adam, şəxs bir nəfərlə oyun keçirəcək. Onda burada cəmə fikir versək, n-1-dən 1-ə qədər ədədlərin cəmi alınır. Yəni bu bizə 40 bal idi. Bəli, 40 balı biz əldə edirik 1 + 2 + 3. Yəni dövr qrup bu cəmi hesablamaq 40 bal əldə olunacaq. Amma digər bal ona görə ki, zaman limitini aşır. Biz də bunu düstura çeviririk. 60 bal. Ümumiyyətlə 1-dən k-ya qədər ədədlərin cəmi nədir? K vuraq k + 1 / 2. İndi axırıncı ədəd n-1-dirsə, onda bu cəm əslində n-1 vurulsun n bölünsün 2. Yəni O1 əməliyyatı ən sürətli zaman mürəkkəbliyidir, bilirsiniz. Ona görə elə bunu O1-ə bu şəkildə düsturla həll etmək olar. Tam bal 40 bal. Yəni normal cəmləmə ola bilər də, yəni kimsə bu düsturu bilmir və yaxud da çıxara bilmir. Yəni düsturu çıxarmaq da mümkündür. Amma demək olar ki, yəni ən çox istifadə etdiyimiz formuladır bu. N vuraq n + 1 / 2. İndi orada n-in qiyməti dəyişirsə, gətirib n-i həmin qiymətlə əvəz edirik və məsələ həll olur. Bu normal for dövründən cəmləmədir. İç-içə dövr hasil çoxalır və zaman limitini aşır. Ona görə ikinci test qrupu keçmir. Amma bu 100 balı əldə etmək üçün yazılan koddur. Və nəhayət yarışın demək olar, yəni aşağı yaş qrupu üzrə ən çətin və maraqlı məsələlərindən biri. Yəni, ən çətin məsələ idi deyə bilərdik. Gəlin baxaq burada nə deyir bizə? Deyir ki, ya Salih sətri qara rəngə boyayır, ya da Ayxan sütunu. Yəni bu hər ikisi də baş verə bilər. Yəni Salih də sətri rəngləyə bilər, Ayxan da sütunu. Yəni bu əməliyyatlardan ümumiyyətlə bir neçə dənə baş verə bilər. Sadəcə burada bunun minimum sayı tapılmalıdır. Əgər düzgün deyilsə bu cür əməliyyatdan rəngləmək, onda -1 verilməlidir. Baxın. İndi gəlirik, məsələn, girişə baxırıq. Deyir ki, hə, məsələn, Salih sətri rəngləyir, bu sətri. Ayxan da bu sütunu rəngləməklə 2 əməliyyatda minimum, 2 əməliyyatda bu toru almaq mümkündür. Bəs burada problem nədir? Burada cavab -1-dir. Mümkün deyil. Baxın. Görürük ki, bu sətri rənglədi bu sütunu, amma bunu əldə etmək üçün ya bu sütun rənglənməlidir, ya da bu sətr. Burada da ziddiyyət var, 0, bu da 0. Əslində buradan biz yola çıxsaq, -1-i tapırıq. -1 ödənməsə, onda sətr və sütunların rəngləndiyi sətr və sütunların sayıdır cavab. Bəli. Gəlin belə eləyək bunu. Yeni səhifə açaq buradan. Elə bu nümunə üzərində işləyək. Birincisi, biz baxırıq ki, -1 nə vaxt baş verir. Bəzən belə məsələlərdə, yəni bu məsələ tipi konstruktiv, məntiq, hesablama yönümlü bir məsələdir. Burada biz baxmalıyıq ki, hansı halda -1-dir. Bəzən olur ki, -1-i ilk öncə tapmaq daha rahatdır. Yəni və yaxud da daha vacibdir ki, biz ikinci halda deyək ki, hə, rəngləmək mümkündür, oradan sayı tapaq. Bu nümunələrin
bax gördüyümüz ziddiyyətli tərəfi burada bir dənə 1-in olmasıdır. Və ona görə mənfi 1-dir. Bəs bu 1 necə olur ki, rənglənə bilmir? Yəni bunu kod üzərində biz necə yoxlaya bilərik? Birincisi, gəlin baxaq ki, bunun hansısa biz bunu bir dənə char gridi götürərik. N-ə götürək. Deyək ki, bunun hər hansı bir elə bir xanası varsa ki, sıfırdır, sıfır olarsa, onda i-ninci sətir və j-ninci sütun rənglənə bilməz. Yəni burada nə Ayxanın, nə də Salehin əməliyyatı baş verə bilməz, mümkün deyil. Yəni bu xananın yerləşdiyi sətirdə və sütunda. Məsələn, baxın, bura sıfırdır. Bura sıfırdırsa, bu sütun və bu sətir rənglənə bilməz. Çünki hər hansı biri rənglənsəydi, bu sıfır olmazdı. Və yaxud da bu sıfır, bu sıfır. O zaman biz nə etməliyik? Biz bir dənə siyahı götürürük. Sətir üçün nəzərdə tutduğumuz R siyahısı. R-i-ni false eləyir. Kolum J-ni də false eləyir ki, bunlar rənglənə bilmir. Yəni əvvəlcədən bu siyahı bizdə truedur, 1-dir. Yəni biz fərz edirik ki, tutaq ki, rənglənə bilir, amma sonra başlayırıq baxmağa ki, görək hansılar rənglənə bilməz. Onlara başlayırıq false eləməyə. Burada məqsəd odur ki, hansılar ki, true qalacaq, onların cəmi bizim cavabımızdır, əgər rəngləmək mümkündürsə. İndi ziddiyyəti axtarırıq. Ziddiyyət, istəyirsinizsə bunu qırmızı ilə qeyd edək. Ziddiyyət nə vaxt baş verir? Bu bitəndən sonra, əgər elə bir xana varsa ki, 1-dir, 1-dir. Lakin, o bizim qeyd edədiyimiz row i sıfırdır. False-da yəni. Və kolum J-də false olarsa, baxın, ziddiyyət artıq burada baş verib, cavab mənfi 1-dir. Yəni razılaşaq ki, biz bu prosesi tamamlayandan sonra görsək ki, elə bir xana var ki, məsələn, hansı xanadır o burada ziddiyyəti yaradan? Bu xanadır. Bu 1-dir, amma bunun sətrini və sütununu biz əvvəl false eləmişdik. Yəni, bunun yerləşdiyi sətir və sütun rənglənə bilməz. Çünki burada sıfırlar axı bizə həmin dəyərləri false eləmişdi. Ona görə biz baxırıq ki, 1-dir, amma bunun nə sətri, nə də sütunu rənglənə bilmədiyi üçün cavab mənfi 1 olur. Bəs əks halda nə olur? Əks halda, yəni bu bizdə onsuz da buna bir if verib təbii ki, burada return eləyəcəyik biz. Yəni proqramı dayandırırıq. Əks halda cavab sətirlərin və sütunların, trueların cəmidə belə deyək. Hansılar ki, true qalıb. Row i bərabərdir true və kolum deyək ki, j bərabərdir trueların cəmi. Yəni bu cəmlik hardan gəlir? Baxın, məsələn, burada bu sətir truedur, burada da bu sütun truedur. True üstə gələk true, yəni 1 də 1 deyək. 1 üstə gələk 1, 2. Amma istisna hal var. Yəni buna diqqət eləməliyik. Bu istisna hal nədir? Məsələn, ola bilər ki, ümumiyyətlə orada 0 yoxdur. 0 yoxdur, məsələn, 1, 1. Böyük ehtimal ki, əksəriyyətinin nəzərə almadığı vəziyyət budur. Məsələn, burada sətirlərdə də 2 dənə true var. Sütunlarda da biz bunları cəmləyəndə 4 tapırıq. Amma əslində cavab 2-dir. Çünki ya Ayxan, ya da Salih, yəni sətirləri rəngləməklə, tutaq ki, Salih sətirləri rəngləməklə bunu əldə edə bilir, tam. Və yaxud da Ayxan sütunları rəngləməklə əldə olunur. Niyə görə cavab 4 deyil? Çünki 4 olsa rəngləmə sayı çox olur. Bizə minimum lazımdır axı məsələdə. Deyir ki, minimal rəngləmə əldə oluna bilərsə, əməliyyatların minimal sayını tapın. Yəni biz artıq əməliyyat niyə aparaq ki? Ona görə burada belə bir vəziyyət varsa, bu vəziyyət əslində 0 yoxdursa, bütün xanalar 1 olarsa, onda cavab n olur. Yəni bunu mütləq biz nəzərə almalıyıq. Bəli. Keçək implementasiyasına da baxaq. Deməli, biz nəyi axtardıq birinci? Bütün xanalar 1-dirsə. Bütün xanalar 1-dirsə, deməli, 0-a rast gəlməmişik. Cavab n-dir. 0-a rast gəlməmişiksə, bütün xanalar 1-dir deməkdir. İkinci tərəfdən nə edirik? Sətir və sütun siyahısı təyin edirik. Hamısını true edirik bunların. Yəni 1 götürmüşük də true'nu. Sonra
deyirik ki, elə xana varsa ki, 0-dır, onda o sətir və sütun rənglənə bilməz. Başlayırıq onları false eləməyə. Bu hansı vəziyyətdir? Baxın bu vəziyyət. Ondan sonra nə axtarırıq? Mənfi bir vəziyyəti axtarırıq. Deyirik ki, əgər bu proses bitdikdən sonra görsək ki, elə bir xana varsa ki, 1-dir, amma onun nə sətri, nə də sütunu rənglənə bilmir, cavab mənfi 1-dir. Baxın, burada yenə dediyimiz kimi ziddiyyət baş verir burada bu xanaya görə. Çünki bu xana 1-dir, amma baxmışıq ki, bunun nə sətri, nə də sütunu rənglənə bilmir. 0, burada 0 var. Bunların kəsişdiyi yerdə bu xana var. Və bu xana artıq bizə mənfi bir vəziyyətini göstərir. Yəni, nə sətir, nə də sütun rənglənə bilmir. Əks halda bizim cavabımız bütün sətirlərin və sütunların true qiymətlərinin cəmidir. Bunu bir dövrlə də cəmləmək olardı. Sadəcə anlaşılsın deyə sətirləri ayrıca cəmləmişik, sütunları ayrıca. Yəni, məsələn, bu sətir 0-dır, bu 1-dir, bu 0-dır, onda 1. Sütun 0-dır, sütun 0-dır, bu 1-dir. Cavab da 1, üstünə gələndə cəm 2 edir. Məsələlərin həllərinə description bölməsindən baxa bilərsiniz. Sağ olun.